Sabahınız xeyir, hörmətli izləyicilər. Bugün regiondan başlayırıq. Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə çıxış edib və çıxış əsnasında trip marşrutuna diqqət çəkib və bildirib ki, bu marşrut əsnasında Azərbaycanın və Ermənistanın enerji layihələri birləşdirəcək. Bu da bu mexanizmdə bərabər şərtlərlə ixrac-idxal əməliyyatları üçün şərait yaradacaq və sülhə növbəti töhfəsini verəcək. Ermənistanın baş naziri eyni zamanda bildirib ki, artıq Ermənistan Azərbaycanla sülh gündəliyinin faydasını görüb. Elə bu kontekstdə Ermənistanda benzinin qiyməti təxminən 20% ucuzlaşıb. Eyni zamanda Ermənistanın hökumət başçısı Nikol Paşinyan qeyd edib ki, enerji, yanacaq, ərzaq tədarükü hazırda sülh gündəliyinin real nəticələrindən biridir və bu proses artıq siyasi müstəvidən əlavə iqtisadi müstəviyə də keçib. Ermənistandan gələn xəbərlər təkcə bundan ibarət deyil. Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan da bir sıra açıqlamalarla diqqət çəkib. Xüsusilə Ermənistanın Türkiyə və Azərbaycanla olan münasibətlərinə diqqət çəkib və bildirib ki, bu proseslər ayrı-ayrılıqda, lakin paralel şəkildə aparılan proseslərdir və qeyd edib ki, İki ölkə arasında, yəni həm Azərbaycan, həm Türkiyə ilə aparılan danışıqlar kontekstində növbəti mərhələlərdə hansı istiqamətlər müəyyən olunacaq, bunlar artıq əvvəlcədən planlaşdırılıb və paralel irəliləyəcək proseslər. Təbii ki, dünyanın diqqəti son günlərdə Davos Beynəlxalq İqtisadi Forumuna yönəlib və xüsusilə qeyd etmək lazımdır ki, ötən gün Birləşmiş Ştatların prezidenti Donald Trump İsveçrəyə gəldi və çıxış elədi. Çıxış əsnasında xüsusilə Ağ Ev rəhbəri Qrenlandiya məsələsinə toxundu və qeyd elədi ki, Qrenlandiya dünyanın təhlükəsizliyi üçün, həmin ərazinin təhlükəsizliyi üçün, Amerikanın, Avropanın təhlükəsizliyi üçün Birləşmiş Ştatlara hava və su kimi lazımdır və Qrenlandiyanı əldə etmək üçün Birləşmiş Ştatlar demək olar hər şey eləyəcək. Amma Donald Trump bildirdi ki, gücdən istifadə etməyəcək, güc tətbiq eləməyəcək. Çünki Mark Rutte, NATO'nun baş katibi ilə görüşü oldu və görüş əsnasında əldə olunan razılıqlardan biri də odur ki, fevralın 1-dən Birləşmiş Ştatların bu məsələdə Avropa ölkələrinə rüsum tətbiq etmək planlaşdırılırdı, bilirsiniz, və bu rüsum prosesindən də Donald Trump imtina elədi, lakin bildirdi ki, Qrenlandiya Birləşmiş Ştatların ərazisidir və Birləşmiş Ştatlar bu ərazini əldə etmək üçün qərb ölkələrini, Birləşmiş Ştatları qorumaq üçün əlindən gələni eləyəcək. Digər tərəfdən bilirsiniz ki, yanvarın 16-sından etibarən Donald Trump Sülh Şurasının yaradılmasını elan eləyib və CNN-in məlumatına görə yanvarın 22-si, yəni bugün açılışı elan olunacağı planlaşdırılan Sülh Şurasına dəvət olunan 50 ölkədən 35-nin qatılması gözlənilir və qeyd eləmək lazımdır ki, ötən gündən etibarən Azərbaycan da Donald Trump'ın bu təklifinə qoşulub, razılıq verib. Ümumilikdə isə Azərbaycanla yanaşı burada İsrail, Macarıstan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Almaniya kimi ölkələrin də yer alması planlaşdırılır. Avropadan danışdıq, keçid eləmək istəyirəm qonşu İran məsələsinə. İran prezidenti Məsud Pezeşkiyan son günlərdə İranda hökm sürən gərgin siyasi vəziyyət fonunda açıqlamayla diqqət çəkib və bildirib ki, hökumət dairələri ölkənin hazırda səhv istiqamət üzrə idarə olunmasını etiraf etməlidir və Pezeşkiyan bildirib ki, ictimai narazılıqları görməzdən gəlmək cəmiyyətə zorakılıq və yadlaşma riskini artırır və bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Hörmətli izləyicilər, bu və digər məlumatlar barədə təxminən 1 saat sonra daha ətraflı danışacaq və müzakirə eləyəcək. İndi isə qısa aranın vaxtıdır.